Hamının maraqlandığı mövzu olacaq. Hamının maraqlandığı və çox vacib, bağırsaqlar üçün çox vacib olan bir problemdən danışacağıq. Mən deyərdim ki, praktik sağlam özünü hiss eləyən insanlarda belə nazik bağırsaqların belə bir problemi var. Yəqin ki, söhbət nəydən gedir bilirsiniz. Nazik bağırsaqlarda bakterial artım sindromundan və buna inteqrativ yanaşmadan. Yavaş-yavaş biz başlayaq və bizə qoşulanlar da yavaş-yavaş qoşular. Nazik bağırsaqda ümumiyyətlə bilirsiniz ki, mədə bağırsaq traktını desək, ümumiyyətlə orqanizmdə bakteriyalar, göbələklər, viruslar və daha ibtidai mikroorqanizmlər mövcuddur, yaşayır bizimlə bərabər. Bunlardan normal olaraq bizə zərər vermədən yaşayanlar da var və fürsət güdüb bir gün şərait yarananda zərər verib bir xəstəlik əmələ gəlməsinə səbəb olan bakteriyalar, viruslar göbələklərimizdə var. Amma hər kəsin öz evi, eşiyi, yurdu, yuvası var. Yəni nazik bağırsaqda yaşayan bakteriyalar ayrıdır, yoğun bağırsaqda yaşayanlar ayrıdır. Digər orqanlarda, məsələn, ginekoloji orqanlarda, ağız boşluğunda, dəridə yaşayan mikroorqanizmlərdə fərqlidir. Hərəsinin öz mühiti var və öz o şəraitə alışmış və o şəraitdə yaşayıb törəyə bilir. Biraz o mühiti dəyişsə, o mikroorqanizmlər, o bakteriyalar, viruslar, mütləq əgər şəraiti yaxşılaşarsa artıb çoxalacaq, şəraiti pisləşəcəksə azalacaq. Təxminən burada bir şəkil qeyd olunubdur. Təxminən mədədə, nazik bağırsaqda, yoğun bağırsaqda normal olaraq hansı bakteriyalar, mikroorqanizmlər yaşayır, burada təxminən qeyd olunubdur. Hansından nə qədər olmalıdır? O da təbii ki, bir ehtimaldır. Amma alimlər bunu belə hesablayıb və belə nəzərə alır ki, nazik bağırsaqda bu bakteriyalar daha çox olmalıdır, yoğun bağırsaqda digər bakteriyalar daha çox olmalıdır. Özünüz də gördüyünüz kimi, daha çox nazik bağırsaqda laktobakteriyalar, yoğun bağırsaqda bifidobakteriyalar daha çoxdur və digər bir çox bakteriyalar var ki, həm fürsətçi bakteriyalardır, həm də normal olaraq o yoğun bağırsağın özünün mikroorqanizmlərdir onlar. Bu bakteriyalar az fürsət tapan kimi bir şərti patogen deyirlər bunlara. Fürsət olan kimi mütləq bir xəstəlik əmələ gəlməsinə səbəb olurlar. İmmun sistemi zəifləsə, onlar artsa və immun sistemi onların öhdəsindən gələ bilməsə, daha çox oradakı, yəni həmin o bağırsağın o qismindəki digər mikroorqanizmlər onun öhdəsindən gələ bilməsə, onlar artar. Məsələn, klostridiumlar var orada. Onlar artır və xəstəyə uzun, xronik, təbii ki, ağırlığından və çoxluğundan asılı olaraq, xronikliyindən asılı olaraq da cürbəcür simptomlarla xəstəni incidir. İllərlə xəstəni incidir, bəzən dərmanlarda təsir göstərmiş. Əgər yoğun bağırsaqda o mikroblar arasında nisbət pozulubsa, o disbiozis adlanır, bilirsiniz. Əgər nazik bağırsaqda pozulubsa, ona da SIBO deyilir. SIBO bildik nazik bağırsaqda həddən artıq bakteriyaların artması sindromu deməkdir, İngiliscədir. İngiliscə ağız alışqanlığı olaraq İngiliscə daha rahat SIBO olaraq ağzımız alışıb belə söyləməyə.
Demək, SIBO nə oldu? Nazik bağırsaqda bakterial həddindən artıq kolonizasiyasıdır. E, Şərait yarandığında həm yoğun bağırsaqdan nazik bağırsağa keçir, yoğun bağırsaqda artır və nazik bağırsağa keçir və nazik bağırsağın özündə də yaşayan bakteriyaların artması da baş verə bilər. Adətən burada etiologiya haqqında biraz qeyd eləmişəm. Adətən səbəb nə olur? Ə, Bədənin, hətta yəni bağırsaq divarının antibakterial mexanizmlərinin pozulması. Məsələn, biri budur səbəblərdən. Bu bildiyimiz kimi bağırsaqda bəzi bakteriyalar var ki, bizə fayda verir və onların ifraz etdiyi bəzi maddələr var ki, antibakterial effekti var. Və bu bakteriyalar tutaq ki, azalmış olarsa bu mexanizm pozular. İmmun sistemin o bakteriyalarla mübarizə qabiliyyəti pozularsa, yenə də belə bir o mühit yaranar və s. Digərləri gördüyünüz kimi axlor hidriya deməyək, ümumiyyətlə azalma, bu ümumiyyətlə tamamilə olmamasıdır, amma azalma. Hipoxloridriyadan danışaq ki, bunu çox vaxt özümüz şərait yaradırıq. Həm biz həkimlər olaraq yazırıq. Biz deyəndə ki, mən bəlkə uzun illərdir proton pompa inhibitorları işlətmirəm. Uzun illərdir. Və mənim yanıma bağırsaq problemləri ilə gələn xəstələrdə, əgər çox vaxt xəstə deyir, mənim mədəm narahatdır, qıcqırmam var və s. gəyirirəm, köpürəm və illərdir proton pompa inhibitorlarının birinin adını çəkir, deyir ki, illərdir mən bunu istifadə edirəm. Bu durumlarda mən adətən o müalicə dövründə proton pompa inhibitorunu çıxartmağa da, yəni daha istifadəsini sonlandırmağa çalışıram. Bu biraz çətin olur. Çünki xəstə bəzən yaşama tərzini dəyişmək istəmir. Asan, rahat yolu seçir. İstədiyimi yeyəcəm və o dərmanı istifadə edəcəm deyir. Təbii ki, əgər o dərmanı mən kəsirəmsə, yəni biz kəsmək istəyiriksə və bu xəstədə də diafraqmal yırtıq, kardiya çatışmazlığı varsa və o qidalarını dəyişməyəcəksə, qidalanma tərzinə fikir verməyəcəksə, dəyişməyəcəksə, biz onu kəsə bilməyəcəyik. Yenə onu o qıcqırma, mədədə ağırlıq və s. kimi narahatçılıqlar, gəyirmələr və s. onu narahat edəcək. Amma söz eşidən xəstələr bəzən deyir, məsələn, bu bağırsağımın bu problemi çox məni incidir və çox məni yorub. Bəzən söz eşidən xəstələr olur ki, bu problemin öhdəsindən gələ bilirik. Bu uzun illər istifadə etdiyi dərmanı da onun həyatından çıxarda bilirik. İmmun çatışmazlıqdır, pankreas problemidir. Bunlar da təbii ki, o SIBO-ya səbəb olur. O axırıncı, yəni o ən ağır xəstəliklərin daha bir əlamətlərindən biri olaraq, amma biz gündəlik həyatdan danışaq. Gündəlik aktiv həyat sürən, normal özün praktik sağlam sayan insanların problemindən danışaq. Məsələn, daha bir problem immun çatışmazlıq. Çatışmazlıq demək o xəstəliklərdən danışmıram. İmmun çatışmazlıq da deməyək. İmmun sistemin bakteriyalarla mübarizə, yəni infeksiya ilə mübarizə qabiliyyətinin aşağı düşməsi. Mən buna çox təsadüf eləyirəm. Bu daha çox yəni mənə gələn iltihabi bağırsaq xəstəliklərində daha çox təsadüf olunur. Kron xəstələrində, xoral kolit xəstələrində. Ümumiyyətlə, onsuz da onların bir immun sistem problemi var ki, bu xəstəliyi qazanıblar. Bir də onların immun sisteminin infeksiya ilə mübarizə qabiliyyəti aşağı olur. Və mən çox belə əməli mübarizə aparıram onların bağırsağındakı bakteriyalarla.
Bəzən də o overgrow, yəni bağırsaqdakı artan hmm, mikrobiyota pozulması xəstəliyin özünü müalicə etməyə bizə problem yaradır. Digər etioloji faktorlar bunlardır. Bu fistullar yenə də mənə çox təsadüf olunan şeylərdir. Ə, əməliyyatdan sonraki durumlar da çox təsadüf olunur. Divertikullar daha çox təsadüf olunur. Digər xəstəliklər daha çox yenə də şəkərli diabetdə qarşımıza çıxır. Ə, Psevdoobstruksiya intestinal bu da məsələn Kron xəstələrində çox təsadüf olunur. Bəzi bağırsağın bir qismində iltihabdan daralma olduğu üçün digər tərəfində, yəni bu e, nisbi bir obstruksiya olur və bu mədə-bağırsaq traktının peristaltikası normal işləmədiyi üçün bir durğunluq varsa, orada artıq bağırsaqdakı mikrofloranın pozulması ehtimalı yüksək şərait var orada yəni. Durğunluq olan yerdə mədə-bağırsaq traktının harası olur olsun, orada bir çürümə baş verəcək. Mikroorqanizmanın artması baş verəcək, istəyir o mədədə qidanın evakuasiyasının gecikməsi olsun. Onu da xəstələr qıcqırma kimi hiss eləyirlər. Bu da illa ağır bir mədə rezeksiyasından və yaxud obstruksiya ilə əlaqəli olmur. Çox təsadüf edirəm mən. Məsələn, qastroptozlarda çox təsadüf edirəm. İkinci, üçüncü dərəcəli qastroptozlarda bu mənim qarşıma çox çıxır. Başqa burada nəyi demədik? Digərləri dedim cərrahi əməliyyatlardan sonra təsadüf olunanlardır və s. Yəni təxminən o problemləri yaşayan insanlar mütləq SIBO narahatçılığından əziyyət çəkəcək, bu sindromdan əziyyət çəkəcəklər. Mən belə bir şey qeyd eləyərdim ki, gastroenteroloqa müraciət edən bir xəstə fərqi yoxdur. Mədəsi ilə əlaqəli, qıcqırma ilə əlaqəli, ishalla əlaqəli, köplə əlaqəli, öd və s. öd kisəsi ilə əlaqəli və hər hansı bir problemlə babası ilə əlaqəli, nə ilə əlaqəli gəlirsə gəlsin, onun sibosu mütləq vardır. Sadəcə bakteriyaların artması deyil, daha ağır xəstəlik deməyim. Mən ağır xəstəlik, məsələn, mənə çox gələn xoralı kolit, Kron xəstələrini nəzərdə tutardım, amma onlarda da göbələklərin öhdəsindən gəlmək çətin olur. Və göbələk artması da. Yəni bizdə bağırsaqda yaşayan, normal olaraq yaşayan göbələklərin də artması çox təsadüf olunan bir haldır. Patofiziologiyasını anlattım. Yəni həm nazik bağırsaqda yaşayan bakteriyalar, həm də yoğun bağırsaqdakı yaşayan bakteriyalar artaraq, istər orada durğunluqdan, istər digər sadaladığımız problemlərlə əlaqəli o bakteriyalar artaraq yoğun bağırsaqdakı belə yavaş-yavaş nazik bağırsağa doğru, hansı ki nazik bağırsaqda yaşamır. Bu seminarın əvvəlində təxminən nazik bağırsaqda bir cür bakteriyalar, yoğun bağırsaqda başqa tip bakteriyalar yaşadığını demişdik. Və o nazik bağırsaqda yaşamaması gərəkən bakteriyalar nazik bağırsağa gəlib keçə bilir. Bu mən bir də bu nazik bağırsağın son şöbəsində o qapağın zəif olmasında da çox təsadüf eləmişəm. Yəni endoskopiya zamanı, kolonoskopiya zamanı bunu gördüyümdə də anlamışam ki, bunun nazik bağırsaq probleminin də bir səbəbi budur. Bu həddindən artıq çoxalan bakteriyalar niyə köpə səbəb olduğunu da təxminən başa düşürsünüz. Ümumiyyətlə,
lap başdan qeyd eləsək, yəni ya lap mədədən, ağız boşluğundan qeyd eləsək, əgər qəbulu normal, yəni əvvəla qida normal deyil. İkincisidir, qida qəbulundan sonra əvvəl istifadə olunan dərmanlar, məsələn, proton pompası varsa, o artıq qəbul olunan qidanın həzmini pozur, parçalanması düzgün getmir. Yarım parçalanmış, tam doğru parçalanmamış gıdalar nazik bağırsağa keçir. Nazik bağırsaqda normal fizyoloji olaraq parçalanması, həzmi lazımi səviyyədə yerinə yetirilə bilmir. Çünki mədədə də yarım işlər qalmışdı. Və burada bakteriyalar aktivləşməlidir. Artmalıdır ki, o tam parçalanmamış məhsullar o bakteriyalar tərəfindən parçalansın. Çox vaxt mən, yəni adətən xəstələrə də bunu belə az da olsa biraz başa salmağa çalışdığımda bunları qeyd edirəm. Yəni biz niyə sizin o dərmanı kəsəcəyik, niyə bu etapları bu ardıcıllıqla başlayacağıq deyə izah etdiyimdə bunu da qeyd eləyirəm. Niyə köp əmələ gəlir? Çünki o qidalar normal olaraq fizioloji parçalanmır. Biraz da bakteriyalar tərəfindən parçalanmaq məcburiyyətində qalır. Çünki fizioloji proseslər tam düzgün yerinə yetirilmir. O da fərqi yoxdur, hansı orqan olur olsun, istəyir mədə, istəyir öd kisəsi, istəyir 12 barmaq bağırsağı divarında bilirik ki, həzmin çox hissəsi 12 barmaq bağırsağın divarında olur və onun divarı da çox vaxt problemli olur. Məsələn, həzm düzgün getmir, bir çox səbəblər olur. Ən məşhur səbəblərdən deyim, məsələn, glutenə həssaslıq varsa ki, buna da mən çox təsadüf edirəm. Çölyak, illa insan çölyak olmaq məcbur, yəni bədən illa çölyak olmamalıdır ki, orqanizmdə illa çölyak xəstəliyi olmalı deyil ki, biz gluteni həzm etməyə bilək, etməyək. Biraz həssaslıq belə, onu da mən çox vaxt endoskopiya zamanı müşahidə eləyirəm ki, 12 barmaq bağırsağın divarı keyfiyyətsizdir. Həzmə, lazım səviyyədə həzmə hazır bir divar deyil. Və bu zaman təbii ki, xəstəyə məcburən diyet təklif eləyirik. Simptomları birini dedim, hərdən artıq köp. Qaz, gurultu, qarında qaz sancıları, çox vaxt qaz sancıları olur və bunun özü həzm düzgün getmədiyi üçün, mərhələlər düzgün, aşama-aşama düzgün yerinə yetirilmədiyi üçün mədə bağırsaq traktında ishal şəklində də o simptom olaraq özünü göstərə bilər. Amma daha çox heç ishalı olmaya da bilər, qeyri-müntəzəm defikasiyası ola bilər. Bir deyir normalam, bir deyir yumşaq getdim, bir deyir bir gündə 3-4 dəfə getdim. Bəzi qidaları yeyirəm. Bir gündə 4-5 dəfə tualetə gedirəm və s. Bu cür xəstələrdə bu simptomlar xronik olaraq xəstələri narahat edə bilər. SIBO haqqında eşitdiyiniz kimi onun diaqnostikasında yəqin eşitmisiniz. Ən qızıl standart sayılan yeyinal aspirat, yəni nazik bağırsağa girib, oradan maye nümunəsi götürüb, ondan sonra onu da müayinə etməkdir. Amma bunu mən demək, heç vaxt etməmişəm. Mən ona ehtiyac duymamışam. Digər daha rahat test hidrogen və metan testidir, nəfəs testidir və bəzi laborator müayinələrdir. Məsələn, nəcisin analizində yodofil floranın artması da nazik bağırsağın SIBO-suna bir işarədir. Bilmirəm kimsə bu metodu istifadə edərmi? Nazik bağırsaq bakterial artım 1 millilitrdə əgər 10 üstü 3-dən artıqdırsa, demək ki, SIBO inkişaf eləyib orada. Bakterial artıq, normadan artıq inkişaf edib. Mən bu yöntəmi heç vaxt istifadə etməmişəm deyə, bilmirəm kimsə edirmi? Yəni bu yöntəmdə də qayda belədir.
Ee, hidrogen metan testi kim bilmirəm ki, hansınızın işlədiyi klinikada varsa bu metodu istifadə edə bilər. Testə hazırlıq burada qeyd olunub. 24 saat əvvəl, 12 saat əvvəl, 1-2 saat, 1-2 həftə əvvəldən isə antibiotik falan istifadə olunmamalıdır və ə, ümumiyyətlə bu bağırsaq mikrobiyotası pozulmasının səbəblərindən biri də odur, bilirsiniz. Amma ən azından biraz test düz göstərsin deyə ən azından 1-2 həftə antibiotik istifadə edilməməlidir. Test günü nələr istifadə olunmamalıdır, o da qeyd olunub. Test prosesi də qeyd olunduğu kimi nəfəs nümunəsi götürülür, verilir, sonra glukoza və ya laktuloza istifadə olunur, verilir, içilir və 1-2-3 saatdan sonra o test təkrar bir də yoxlanılır. Əgər bu metan yüksəkdirsə, daha çox qəbizlik, hidrogen yüksəkdirsə, testin cavabında daha çox ishal, köp, qaz olduğunu da qeyd etmək istəyərdim. Məsələn, daha çox qəbizlikdən şikayət edən insanlarda test etmədən belə onun bağırsağında metan testi pozitiv olacaq. Yəni metan sintez edən bakteriyalar artıqdır deməkdir. Və bunu ağlınızda tutsanız heç o testə ehtiyac olmaz. Və yaxud sizə dediyim şikayətlərlə ki, mən əminəm sizə çox gəlir bu xəstələr, bu cür xəstələr, xronik qeyri-müntəzəm defekasiyası olan, köpü olan, qarında qaz olan, yediyi qidaları normal həzm eləyə bilməyən, bir gün qəbiz, bir gün ishalı olan, bəzi qidalardan sonra bağırsağı pozulan və s. Bu tip insanlarda hidrogen daha yüksək çıxacaq, buna əmin olun. Və yəni o deməkdir ki, hidrogen sintez edən bakteriyalar həddən artıq çox olacaq. Bu da yenə də belə bir sxem şəklində bu testin gedişatı necə baş verir, test necə belə bir o nəticəni niyə o nəticəni alırıq? Və burada o testlərin pozitiv hansı hidrogen sintez edən bakteriyalar və metan yaradan bakteriyalar hansıdır? Azdan çoxdan yadımda olanları qeyd eləmişəm burada. Və mənim də qarşıma çox çıxan bakteriyalar bunlardır. Bunlarla mən daha çox işləyirəm. Bəzən mən inteqrativ yanaşma desək belə, bəzən bilirsiniz, inteqrativ tip zaten klassik tiplə birlikdə, hamısı birlikdə inteqrativ tip adlanır. Bizim istifadə etdiyimiz yöntəmlər eyni zamanda klassik tip. Bəzən dediyim kimi, bu bakteriyaların öhdəsindən gəlmək üçün antibakterial preparatlara ehtiyac olur. Klassik SIBO-da, klassik müalicədə daha çox istifadə olunan preparatlar bunlardır. Və diyetlə bərabər tətbiq olunması daha yaxşı olar. Mən amoxicillin, cefalexin bu preparatlar olsa da mən bunları istifadə etmirəm. Amma yenə də qeyd edirəm, siz yeri gəlsə onları istifadə edə bilərsiniz. Daha çox əgər ehtiyac varsa, baxsam ki, aşırı mikrobiyota pozulması var və şərti patogen bakteriyalar çox artıb, rifaksimin istifadə edirəm, metronidazola ehtiyac ola bilər, sifrofloksasina, o da mənim ağır xəstələrimdə, məsələn, xoral kolit xəstələrində çox vaxt ehtiyac olur, həddən artıq bakterial artma olur onlarda. Amma onlarla bərabər ilk etap o preparatları istifadə etdikdən sonra qeyd olunmuşdu, hidrogen hasil edən bakteriyaların siyahısı buradadır və o bakteriyaların öhdəsindən gəlmək üçün inteqrativ yanaşaraq hansı preparatlar istifadə edirəm, bunları burada qeyd eləmişəm. Bu Sanumun preparatlarıdır.
çox əlimdən tutan, mən deyərdim ki, e, yəni mənə gələn ağır bağırsaq problemlərini belə bunlarla çözmək mənim üçün çox rahatdır. E, Bu sadece bir antibakteriyal, antibiyotik effekti değil. Yani bir bakteriyanı məhv etmək üçün və yaxud bir göbələyi məhv etmək üçün deyil bunlar. Bizim özümüzün mən yuxarıda qeyd eləmişdim ki, e, bu bakteriyalar onsuz da bizim bağırsağımızda yaşayır. Sadece mühit pozularsa, onlar üçün şərait yaranarsa, immun sistem yaxşı mübarizə apara bilmir, normal mübarizəsi pozularsa, o zaman bu bakteriyalar artır, çoxalır və yaxud kənardan düşür və s. o fərqli səbəblərdən artır. Və bu durumda e, bizim üçün ən yaxşı variant immun sistemi dəstəkləmək. Necə ki, immun sistem normal olaraq bunların öhdəsindən gəlirdi və bunlarla düzgün mübarizə aparıb, bunları normada saxlaya bilirdi. Yəni qeyri-aktiv bir formada bağırsağımızda yaşamağının təmin edə bilirdisə, demək ki, əgər biz immun sistemi aktivləşdirirsək, yəni onları oyatsaq ki, bizim bağırsaqda, yəni bu xəstənin bağırsağında bu bakteriyalar artıb çoxalıb, bir xəbərin olsun, bir gəl onlarla mübarizə apar deyə bilsək, immun sistem özü bu bakteriyaların öhdəsindən gəlsək, biz onu necə deyə bilirik? Həmin bu preparatların, Sanumun preparatların hesabına. Demək, bu sanukellər, qaptenlərdir. Bu həmin o bakteriyalarının bir fraqmanına birləşərək antigen əmələ gətirir, immun sistemi oyadır. İmmun sistemi xəbər verir ki, burada bu bakteriya artıb. İmmun sistemin xəbəri olmadığı üçün, yəni normal işləmədiyi üçün bağırsaqda bu bakteriyalar aktivləşir. Əgər immun sistemi xəbər verən bir yöntəmimiz olsa, ki bu da Sanum preparatlarıdır, immun sistem özü bu bakteriyaların öhdəsindən gələcək. Çünki bizim bağırsağımızda bu bakteriyaları sabit saxlayan, aktivliyinə səbəb olmayan, aktivliyinə səbəb olmasının qarşısını alan bir mühit var. Orada immun hüceyrələrdir, orada bakteriyalardır, orada bağırsaq divarıdır, bağırsaq divarının sintez etdiyi maddələrdir, bakteriyaların sintez etdiyi maddələrdir. Bunlar hamısı bu bakteriyaların öhdəsindən gəlir. Yəni normal flora olmuş olsa və immun sistem normal mübariz olmuş olsa, bizdə yaşayan bu bakteriyalarda passiv olacaq. Orqanizma, bağırsağa zərər vermədən öz passivliyi ilə bağırsağımızda yaşayacaq. Demək, əgər Escherichia coli artıbsa, Sanukel coli istifadə edirəm, Klebsiella artıbsa, cürbəcür Klebsiellalar var bağırsaqda və onların çoxu arta bilir ki, Sanukel Klebs istifadə etmək mümkündür. Proteoz artıbsa, Sanukel prot, Staphylococcus streptococcus artıbsa, Sanukel strep, Sanukel stap və s. kimi immun dəstəkləyici preparatlar var. Bu təbii ki, yetərli deyil, amma metan yaradan bu bakteriya ki var, bunun hələ ki öhdəsindən sadəcə rifaksiminlə gəlirəm. Yəni o tip bəzi bakteriyalar var ki, onların öhdəsindən rifaksiminlə, metronidazolla gəlmək lazım gəlir. Və bakteriyalardan başqa bir də bağırsaqda artan, nazik bağırsaqda artan göbələklər var ki, normada bizdə yaşayan göbələklər artıb çoxalaraq nazik bağırsaqda sifonun inkişafına səbəb olur. Bu da small intestinal fungal overgrowth, yəni nazik bağırsaqda göbələklərin həddən artıq artmasıdır. Onun artması da xəstələri çox narahat edir.
eləyir və ən çox bizdə yaşayır. Zaten bu kandidalar bizim bağırsaqda yaşayan bir göbələklərdir və onların artması sifonun inkişafına səbəb olur. Və yenə də xəstələrdə çox təsadüf olunur. Deyərdim ki, o bakterial artma ilə bərabər olur. Ona görə mən xəstəni müalicə edərkən göbələklər əleyhinə də, yenə də sağlam preparatları ilə göbələk əleyhinə də təyinatımı verirəm. Yenə də mənə daha çox, yəni inteqrativ yöntəmi seçən ən çox həm xronik, həm də ağır xəstələr olur. Çünki klassik tibbin preparatlarını istifadə edirlər və nəticə görmədiyi üçün inteqrativ tibbə müraciət eləyirlər. Ona görə bizə gələn xəstələr həmişə ağır, xronik, e, uzun illər, dəfələrlə müalicə almış xəstələr olur. Və onlarda bir bakteriya deyil, bütün bağırsaq florası bu pozulmuş, göbələyi, hələ viruslarını demirəm mən, e, yenə də Sanum preparatları ilə viruslarla da mübarizə apara bilirəm ki, klassik tip çox vaxt bu ağır xəstəliklərdə, məsələn, daha çox mənim rastıma çıxan, yenə də xoralı kolit xəstələrində nazik bağırsaqda qanamaya səbəb olan virusların öhdəsindən gəlmək mənim üçün daha rahat olub, nəinki klassik tipdə virus əleyhinə preparat istifadə edən həkimlərimiz. Yəni onlara görə mən daha rahat olan bu virus əleyhinə müalicədə daha rahat virusların öhdəsindən gələ bilirəm Sanum preparatları hesabına. Yenə də eyni, gördüyünüz kimi etiologiya demək ki, eynidir, təxminən eynidir. Necə bakteriyalara səbəb olan proton pompa inhibitorları, şəkərli diabet, qidalanma və s. Onlar da orada sadaladığım şeylər eyni burada da var. Çünki o mikroorqanizmlər hamısı bizim bağırsaqdadır. İstəyir göbələklər olsun, istəyir bakteriyalar və s. Hamısı bizim bağırsaqdadır. Bir ortam pozulursa hamısı üçün şərait yaranır orada artmağa, çoxalmağa, digərlərinin də azalmasına şərait yaradır. Ona görə bir də bunun üstündə çox dayanmaq istəmirəm. Simptomlar da təxminən eynidir. Yenə də burada köp xəstələri çox incidir. Sadəcə bağırsaqda olmur kandidalar, bəzən ağız boşluğunda, yemək borusunda və yaxud da ki, digər, yəni ginekoloji orqanlarda və digər yerlərdə də artmış, çoxalmış olurlar. Bu da yenə immun problemi, daha çox immun sistem, həm mikrobiota pozulmasıdır əlbəttə ki, həm də bu xəstədə immun sistem bu floranın öhdəsindən gəlmədiyi üçün xəstədə bu vəziyyət inkişaf eləyir. Müalicə klassik tipdə bildiyimiz preparatlardır, göbələk əleyhinə preparatlardır. Mən bunları heç vaxt istifadə etməmişəm. Yemək borusu kandidasında, kandidozunda belə mən bu preparatları istifadə etmirəm. Bizim Sanumun preparatlarından olan Sanukel Kant, mən bir şey qeyd etmək istərdim ki, bir preparat bir yəni göbələk preparatı digər göbələklərə də təsir göstərə bilir. Ona görə çox rahat bir yöntəmdir. Sanukel Kant var, sonra Albikansan var, Pefrakel var və s. göbələk əleyhinə preparatlarımız var. Amma məsələn Albikansan peyvənd preparatdır, Sanukel Kant isə qaptendir. Sanukel Kant immun sistemi oyadaraq kandidaların artdırmasını immun sistemə siqnal olaraq çatdırmağa çalışır. Antigen o əmələ gətirərək, siqnal verərək oyadır immun sistemi və immun sistemin kandidalarla mübarizəsini artırır. Bu mübarizə aktivləşirsə, başlayırsa, necə ki biz məsələn virus xəstəliyindən xəstələnirik və sonra ondan peyvənd olmağa çalışırıq və yaxud peyvənd oluruq ki, bir də xəstələnməyək. Albikansan isə peyvənd preparatdır.
Ben diyerdim ki mesela aktivliği kandidanı azalttıktan sonra normaya salmışıksa peyvend preparatını da təyin ederek bir de onun aktivləşməsinin qarşısını almaq mümkün olar. Məsələn, çox təsadüf eləyib yenə də mənə, təbii ki, digər mənim bu mədə-bağırsaq xəstəliyimlə yanaşı olur. Eee, Xronik sistitlərdə sanukel koli və sanukel kant istifadə edərək bilirsiniz bu xronik sistitdə daha çox kandida və Escherichia coli infeksiyası olur və xronik olur. Yenə onu antibakterial preparatlarla, flukonazorla öhdəsindən gəlmək olmur. Sanukel koli, sanukel kant preparatları ilə onun öhdəsindən təbii ki, immun sistemə də dəstək olmaqla o preparatlarla bu xronik vəziyyətdən çıxartmaq mümkün olur və məsələn, xronik vəziyyətdən çıxartdım, sonra isə albikansan təyin edərək bir daha bu xəstəlik geri dönməsin deyə albikansan təyin etmək yaxşı nəticə verir. Və hmm, keçək bir də bir şey qeyd eləmək istəyirdim. SIBO dövründə probiotiklər çox sevir bizim xəstələrimizə təyin etməyi bizim həkimlər, amma SIBO dövründə, yəni istər göbələk artması, istər bakteriya çoxalması dövründə, aktiv dövründə probiotik təyin etmək doğru deyil. Biraz da o vəziyyəti ağırlaşdırmaq. Yəni xəstə ola bilsin, gəlsin desin ki, mən bunu istifadə etdiyimdən bu yana biraz da köpüm artıb və yaxud ishalım artıb, gəyirməm artıb, bunu istifadə edirəm, qarnım şişir və s. cürbəcür şikayətlərlə geri dönə bilər. Əvvəl biz bir dəqiqə birdən. Hə. Əvvəl biz vaxtımıza baxırdım, görüm nə qədər qalıbdı. Hə. Əvvəl biz SIBO-nu ortadan qaldırmalıyıq. Yəni həddən artıq artmış bakteriyaların, göbələklərin öhdəsindən gəlməliyik. Sonra isə faydalı bakteriyaların artması ilə məşğul olmalıyıq. Onu da etməliyik, çünki elə onlar azaldığı üçün şərti patogen bakteriyaların artmasına şərait yaranır. Gördüyünüz kimi çox şaxəlidir. Bir SIBO bir səbəb deyil. Burada qidalanma var, burada istifadə olunan dərmanlar var, burada hansı orqan sistemin nasazlığı var, o var. Yəni bu öd kisəsidirmi, 12 barmaq bağırsaqdırmı, mədədirmi, nazik bağırsağın bir problemi varmı və yaxud hansı xəstəlik inkişaf edir, yoğun bağırsağın problemi varmı? Bir çox səbəblər var və bunların içində də həm bu səbəblər, üstəlik də bağırsağımızın mühiti bizim faydalı bakteriyalardan da asılıdır və onların da normadan aşağı olması yenə də bu bakteriyaların, bu göbələklərin inkişafına şərait yaradır. Yəni neynirik? Bunların öhdəsindən gəldiksə, ondan sonra faydalı bakteriyalarımızı artıra bilərik. Probiotik ikinci etapda. O da yenə də hansı birinci dizbakterioz analizini verin, hansı bakteriyalar azalıb və məqsədiniz nədir? Xəstənin ishaldan əziyyət çəkir, qəbizliyi mi var, hər hansı bir xəstəliyi mi var? Ona görə də laktobakteriyalarına ehtiyac var, yoxsa bifidobakteriyalara ehtiyac var, yoxsa məsələn saxaromitizmə ehtiyac var. Saxaromitizin özü göbələk əleyhinə, özü göbələk olmasına baxmayaraq göbələk əleyhinə çox yaxşı effektivdir və bəzən mənə yenə də antibakterial dövrdə bir saxaromitis kifayət eləyir. Onu təyin etmək bəzi bakteriyaların və göbələyin kandidanın öhdəsindən gəlməyə kifayət eləyir. Bu qədər. Başqa bəlkə nə isə soruşmaq istədiyiniz bir şey varsa, mənə burada suallarınız var yəqin ki. E, Bunu mənə kimsə verəcəkmi, yoxsa özüm oxuyum mu? Bilmirəm. Salam, salam. Axşamınız xeyir. Görüm sual varsa. Axşamınız xeyir.
Hə, axşamınız xeyir Yegan xanım. Sual Çox var. sağ olun. Dəyərli məlumatlarınız üçün əsasən nə xoşuma gəldi. Çox yaxşı praktik məlumatlar verdiniz. Yəni Hə, əlamətə görə də düşünə bilərik ki, nə var burada. bəli. Bu Suallar arada var, icazə verin. mən dediyim kimi o müayinələr ki var, heç ona çox vaxt ehtiyac olmur. Hə, müayinələri etmək də çətindir. Bu əlamətə görə də bilmək, heç olmasa düzgün müayinəyə yönəltmək özü də çox böyük işdir. Ə, Yaxşı məlumatlar verdiniz. Təşəkkür edirəm öz adımdan. Belə bir sual var. Bağırsaqda hansı bakteriya florasının artmasını necə təyin? Yəqin ki, o siz Hə, danışandan əvvəl olub bu sual. hə, bir də Necə təyin? bizim klinikanın, bioloji təbabət klinikanın bəzən klassik tipçilər onu bəyənmir, amma bəzən də xəstələr deyir güvənmir. Amma e, çox biorezonans test var, bir BRT diaqnostika ki var. O çox informativdir mənim üçün. Orada ad-ba-ad belə yazılır ki, hansı bakteriyalar artıbdır. Ona görə heç mənə digər yöntəmlərə ehtiyac olmur. Və o yöntəmlə əvvəla dizbakterioz testi də verilir. Xəstədə mütləq mənə müraciət edən xəstələr mütləq dizbakterioz üçün nəcis əkilməsi verilir. Digər bəzi yoxlamalar var. Məsələn, Clostridium-a görə və təbii ki, mənə gələn ağır xəstələr var. Campylobacter filan digər E. coli e, təyinatı da mənə ehtiyac olur. Bağırsaqda yaralar varsa, onu da və hətta mənə entomyoba, yəni amyob belə axtarmaq lazım gəlir. Amma normal klinik belə gündəlik təsadüf etdiyimiz xəstələrdə, yəni bəlkə %90 insanda qeyri-müntəzəm defekasiya mütləq var. Bir qəbz olur, bir ishal olur. Onu yeyir, bağırsağı pozulur. Bunu yeyir, bağırsaq qəbz eləyir və s. O cür insanlarda İMEDIS müayinəsi, yəni BRT diaqnostika etmək, dizbakterioz vermək, sonra qaranlıq sahə mikroskopiyasını etmək mənə kifayət edir. Və o BRT burada testdə Arzu xanım, bu helmintlər də orada yoxlanılır da. bəli, həm Parazitlər. viruslar bağırsağa aid, həm də mikrobiota haqqında, əsasən də fürsətçi bakteriyalar, yəni şərti patogen bakteriyalar haqqında mənə məlumat oradan kifayət eləyir. Bir Bir də də Arzu nəyə xanım, görə kifayət eləyir mənə? Çünki mən artıq illərin praktik həkimiyəm. Şikayətlərinə görə yəni gördüyüm o diaqnostika etdiyim məlumatları müqayisə edərək, hə, burada bilirdim zaten bu olacaq və bunu belə müalicə etməliyəm deyə bir nəticəyə gəlirəm. bir də böyle disbakterioz müayinəsi üçün də öz klinikamızda müayinə var da, onu Bəli, bildirmək. dizbakterioz müayinəsi klinikamızda Yəni bu aparılır. hər yerdə yox, bütün klinikalarda yoxdur, mən belə bilirəm. Mən bilmirəm, bəlkə başqa klinikalarda işləyən Yəni o həkimləri çox əkmə maraqlandırmır. deyil də Arzu xanım. Yox, Orada bakterial əkilmə başqadır. Mən çox vaxt deyirlər, aha, bu necə analizini vermişəm. Bakterial əkilmə başqadır. Bir də var dizbakterioza görə, yəni faydalı bakteriyalar. Onun içində göbələklər də, onun içində şərti patogen bakteriyalar haqqında da məlumat olur. Bu arada bir də o var. Yəni orada da kandidaların hansı artıb, hansı şərti patogen artıbdır, onlar haqqında da məlumat olur. aha. Belə bir sual var. Dördüncü stadiya mədaltı vəz xərçəngi xəstəsində qaraciyər metastazları da var. İshal başlayıb. Adi probiotiklərdən, həzm fermentlərindən istənilən nəticəni ala bilmirik. Nə Heç məsləhət görə mən sam bilərsiniz? valla elə maksimum dərəcədə çalışın. Çünki burada nə iləsə nəticə almasını mən də deyə bilmərəm. Burada artıq həzm fermentləri istifadə olunur. Bağırsaq mikrobiotasına baxılmalıdır. Bəlkə o çünki qaraciyər çatışmazlığında da
Bağırsaq mikrobiyotası pozulması çox olur. Həddən artıq qarışmış bakteriyalar olur. Bəzən antibiotiklərə, antibakteriyal preparatlara da ehtiyac olur. Onu da nəzərə almaq lazımdır. Aha. Kefir içmək də yəqin ki, ikinci mərhələdə olar. Kefirə münasibətiniz. Hə, kefir. Kefir bir prebiotikdir. Prebiotik sağlam dövrdə. Şərti patogenlər normallaşıb, faydalı bakteriyaları artırmışıq. Əgər nisbəti düzəltmişik, xəstə özünü yaxşı hiss eləyir, şikayətləri sıfır və normal həyat tərzinə davam etmək şərti ilə, yəni köhnə həyat tərzi və köhnə qidalanması ilə deyil. Çünki xəstə o qidalanma ilə, o köhnə həyat tərzi ilə bağırsağını, mədəsini o günə qoyubdur. Və bu etapları keçib. SIBO aradan qalxıb, disbiosis aradan qalxıb, bağırsaq florası normallaşıb, həzm yaxşılaşıb və bundan sonraki etapda faydalı qidalanma ilə bərabər, düzgün, yəni sağlam qidalanma ilə bərabər digər prebiotiklər də istifadə edə bilər. Ona ziyan verməz. Məsələn, kələm turşusu kimi, alma sirkəsi kimi, kefir kimi və s. Bəlkə qatıq kimi də. Qatıqda da bəzi bakteriyalar var. Aha, mədədə turşuluq çoxdur. Səhərlər pasiyentin ağzından su gəlir, köp olur və səhərlər ishal olur. Hansı bakteriyadan olar? Gəl bunu belə araşdıraq. Mədədə turşuluq mənə gəlir xəstə ki, doktor, mədəmin turşuluğu çoxdur, bəs mən neyniyim? Mənə bunu yazıblar, proton pompa, omeprazol və yaxud hər hansı bir lansoprazol birini içir və yaxud istifadə etmir. Mədəmin turşuluğu çoxdur. Bu frazanı mən doğru hesab eləmirəm. E, Bəlkə kardiya açıqlığı var və sürekli daim mədə şirey frazı, mədənin turşusu yemək borusuna gəlir, qayıdır. Bu ola bilər. Amma mədə turşuluğunun həddən artıq çox olmasını mən deyərdim ki, heç görməmişəm. Normal olar, normal sərhədlər içində. Heç az olduğunu da görməmişəm. Var, təbii ki, ədəbiyyatda var. E, Var, amma mən görməmişəm. Digər qismi nə idi? Ağzından su axır. Ağzından yatarkən su axırsa, İslam, hə, səhər, hə, görün yatarkən ağzından su gəlir, yəqin ki də. yatarkən mi su Səhərlər axır? yazır. E, Yoxsa bir də hipersalivasiyadır mı? Onu başa düşmədim. E, Yenə də burada bu hansı bakteriyadır? Mənə elə gəlir burada elə birinci növbədə mədənin həzmini düzəltmək lazımdır. Ondan sonra digəri düzələcək. Burada qidalanmada elə bir qida var ki, onu həzm eləyə bilmir. Və o səhər normal deyil, yumşaq tualetə getməsinə səbəb olur. Yenə də burada birinci növbədə bağırsağın şərti patogen bakteriyaların öhdəsindən gəlmək lazımdır. Sonra faydalı bakteriyalarla e, təmin eləmək. Amma birinci mədən heç turşuluğu artmayıb. Mədə kardiya açıqlığı var bəlkə və bəzi qidaları mədə normal həzm eləyə bilmir. Ona görə qıcqırma hiss eləyir. O qidaları seçəcək. Bəlkə də o qidaları seçəndən sonra bağırsaq həzmi düzələcək və səhər tualeti də düzələcək. Amma bu normal bəsit bir variantdır. Bir xəstəlik də ola bilər. Körpə uşaqlarda ağız boşluğunun göbələk infeksiyalarında Samukel preparatlarını istifadə etmək olarmı? Körpə, yəni bələkdə olan uşaqdan söhbət gedir, yoxsa 3-5 yaşında uşaqlardanmı ki, ona da bizim pediatrlar təyin elədiyini görmüşəm. Ağzına bir damla ilə istifadə etmək. Albikansan filan məncə təyin eləyirlər. Mən Hı. yenə də pediatr səviyyəsində bilə bilmərəm, amma yeganə xanım siz onu deyə bilərsiniz, o dozanı. Hər düz buyurursunuz Arzu xanım. Hər yaşa bir damladır. Gündə 2 dəfə də istifadə eləyə bilərlər, amma mən də siz deyən kimi lap körpələrdə o süd yarası və s. bəlkə onu soruşursa, mən deyərdim ki, ilk əvvəl onda klassik tibbin
Daktazol və s. Bunu istifadə eləsinlər, tez vəziyyətdən çıxartsınlar pasiyenti, sonra sanum preparatların istifadə edə bilərlər ki, Albikansan. yenidən əmələ gəlməsin. Albikansan istifadə edə bilər ondan sonra. Yəni, ə, hansı müayinə metodu təyin edirsiniz ki, hansı mikrobiotada dəyişkənlik var? Bunu bəlkə bir daha Bunu yəqin dedim, yəqin əvvəl yazıb, sonradan yazılıb, bəlkə əvvəldən yazılıbmış bəlkə, bilmirəm, amma dediyim kimi həm BRT diaqnostika istifadə edirəm, həm də dizbakterioz müayinəsi. Bizdə olunan dizbakterioz müayinəsində dediyim kimi şərti patogenlər, göbələklər, kandidan hansı artıb, hansı artmayıb, o belə cavabı gəlir. Və stafilokoklardan aureus artıbmı, varmı, proteus nə vəziyyətdədir və s. Bunlar haqqında eşirik ki, kolilərin hansıları artıbdır və normal bakteriyalar, bifidumlar, laktobakteriyalar nə vəziyyətdədir. Bunlar haqqında yaxşı məlumat gəlir və ona görə də həm sanum preparatları və ya ehtiyac varsa, xəstəlik ağırdısa, klassik antibakterial müalicəyə də ehtiyac varsa təyin eləyirik. Bir BRT diaqnostikada bizə köməkçidir. Mən amöb deyirəm. dizenteriyasında inteqrativ təbabətin yanaşması necədir? Necə? Nə? Amöb dizenteriyasında. Hə. Amyob klassik müalicə. Amyobun müalicəsi klassik müalicədir. Klassik normal onu onunla zarafat eləyib, yəni yavaş-yavaş haçan sağalar o amyobun öhdəsindən ancaq klassik dərman gələr. Və sonra onun yaratdığı, törətdiyi fəsadları inteqrativ yöntemlərlə müalicə. Yaratdığı yaraları inteqrativ yöntemlərlə sağaltmaq. E, immun sistemin özünü sağaltma qabiliyyətini artırmaqla yaraları sağaltmaq və s. O artıq o yaraların bağlanması biraz başqa. Amma amyobun özünün öhdəsindən klassik yöntemlə, normal antibakterial preparatlarla. Xəstədə xroniki pankreatit var. Lipaza yüksəkdir. Hansı preparat daha məsləhətlidir? Nə mənada hansı preparat? Yəqin ki, lipazanı azaltmaq, yaxud xroniki pankreatitə Xronik pankreatitdə amilaza, lipaza yüksəkdirsə, elə amilaza, lipaza vermək lazımdır. Yəni dəstək müalicə. Təbii ki, bizim preparatlarla mədə-altı vəz özünü bərpa edincə, mədə-altı vəz sağalıncaya qədər dəstək müalicə. E, Enzim preparatları tərkibində amilaza, lipaz olan enzim preparatları təyin edilir və bizim Momordika kompozitum, pankreas suis kimi preparatlarımız, təbii ki, onun kombinasiyaları koenzimlə, ubiquinonla, tramillə və s. Yəni səbəb nədirsə, sadəcə pankreas müalicə olunmur. Pankreasa səbəb olan nədirsə, pankreas sonradan xəstələnən bir orqandır çox vaxt. Orada 12 barmaq bağırsaq xəstə ola bilər, mədə xəstə ola bilər, öd kisəsi, qaraciyər xəstə ola bilər, nazik bağırsaq xəstə ola bilər. Xəstə orqan, əsl xəstə orqan başqa olur, pankreas sonra xəstələnir. O lipaza sonradan artır. Yəni bağırsağı xəstə olan bir xoralı kolit xəstəsi, hətta yoğun bağırsağın bir hissəsi xəstədir. Pankreas enzimləri də yüksək olur. Yəni həzm sistemini pozan hər hansı bir mədə-bağırsaq traktı xəstəliyində amilazla lipaza yüksələ bilər. Təbii ki, pankreasın özünün xəstəliyi də ola bilər, xərçəngi də ola bilər. Amma xronik pankreatit deyə yenə də onun bu səbəbi, mən daha çox reaktiv pankreatit görmüşəm. Səbəb başqa olur adətən. Aha. Yəni bu pankreas müalicəsində əsas səbəb nədirsə onu müalicə edib pankreasa da dəstək olaraq enzim preparatı təyin etmək və onun sağalmasını, özünü bərpa etməsini təmin etmək üçün də inteqrativ preparatlar istifadə etmək, biotənzimləyici preparatlar istifadə etmək.
Belə bir sual gəlib Arzu xanım. Disbakterioz analizinə material kolonoskopiya vasitəsilə götürülür. Dizbakterioz nəcis analizidir. Nəcis analizi nəcisin əkilməsidir. O belki şeyi deyir. Nazik bağırsağın aspiratın, nazik bağırsağın mühitinin götürülüp suyundan götürülüp muayene olunmasını deyir. Yox, o nazik bağırsaq müayinəsidir. Kolondan da yəni dediyim kimi o cür müayinəyə ehtiyac olmur. Sadəcə mən virus axtarıramsa, kolondan biopsiya götürüb virus yoxlanmasına verirəm. Amma ə, normal dizbakterioz müayinəsi nəcisin əkilməsidir. Mənə elə gəlir ki, Arzu xanım, bayaq mən onu vurğulamaq istədim. Bəzi çox klinikada bu adi əkilmədir. Yəni orada Yox, bakteriyal yəqin ki, əkilmə həkim deyil bu. yazmalıdır Mənə ki, yəni o disbakterioz başqa üçün. bir şeydir. Bu dizbakterioz müayinəsi başqadır. Nəcisin bakteriyal əkilməsi başqadır. Orada məsələn salmonella axtara bilərlər və yaxud Aha. başqa bir patogen bakteriya axtara bilərlər. Amma dizbakterioz müayinəsi bağırsaqda yaşayan mikrobiota haqqında məlumatdır. Yəni nəcisdən verilir, sadəcə həkim yazmalıdır ki, disbakterioz üçün müayinə. Bəli, dizbakterioza, nəcisin dizbakterioza görə əkilməsi. Bir var nəcisin bakterial müayinəsi, bir də var nəcisin dizbakterioza görə əkilməsi. Aha. Alkala mədə turşuluğunu azaldırmı və SIBO-da istifadə etmək olarmı? Arzu xanım, istəyərəm elə qastrikumel haqqında da bu sualda məlumat verəsiniz. Proton pompa inhibitorlar istifadə Bəli, etməyənlərə. mən onu deyəcəydim, alkalan niyə istifadə edək ki, bu mədə turşuluğunu, yəni biz əksinə artır normalda saxlamaq istəyirik. Alkalanda öz şeyi var. Necə vəzifəsi var. Əgər o qıcqırma demək istəyirsə, o sualı yazan həkimlərimiz kimdirsə, qıcqırmanı nəzərdə tutursa, mədə turşuluğunu nə azaltmırıq, nə də artırmırıq. Mədə turşuluğu yerində dursun, sadəcə bizə mane olmasın, yəni xəstəni incitməsin. Mədən kardiyası açıq deyilsə, onu incitməyəcək. Kardiya açıqlığı varsa və yaxud bəzi qidaları həzm edə bilmirsə, həzm edəndə, daha doğrusu o həzm edəcək, nətər olur olsun, onu sonunda həzm eləyəcək mədə. Amma ona həddən artıq şirə ifraz etməyə ehtiyac varsa, bəli, kardiya açıqlığında onu o qıcqırma kimi hiss eləyəcək və çox incidəcək xəstəni. Bu durumda qastriti varsa, eroziyası varsa, yemək borusu da erozivləşibsə, qastrokumel travmel istifadə olunması yaxşıdır və mən bu cür durumda proton pompa inhibitorunu yox, Nux vomica Sanovis istifadə edirəm və o Sanovis özü o qeyd etdiyiniz e, həmin o qıcqırma hissini də azaldır. Yeməkdən yarım saat qabaq Nux vomica Sanovis, yeməkdən yarım saat və ya bir saat sonra da gastrokomel travmel dilaltı. Bu xəstəyə yetir. Bir də düzgün qidalanma. Yox, xəstə deyəcək, mən elə kabab yeyəcəm, mən elə o sər-sər, o turşu, şoraba, bilməm nəyə yeyəcəm, amma sən mənim qastritimi sağalt. Onda getsin proton pompasını istifadə etsin. O da heç yaramır əslində, o işə yaramır. O durumda işə yaramır. Mədə bağırsaq xəstəliyi yaranıbsa, ağızdan alınan şeylər dəyişməlidir, normallaşmalıdır. Bu bir dəfəlik %100 bu cür olmalıdır. Başqa cür mədə bağırsaq traktının xəstəliyini sağaltmaq mümkün deyil. Nəinki mədə bağırsaq, heç bir xronik xəstəliyi qida dəyişməzsə, bədəninin sağlamlığın keşiyində durmayacaqsa, xəstə sağaltmaq mümkün deyil. Aha. Digər sual. Səhərlər ağızdan su gəlməsi ən çox nəyə görə ola bilər? Qurdu yoxdur xəstənin. Su nəyə deyir? Yuxudan oyananda yastığını ıslatdığını mı deyir? Yəqin ki onu deyir. Yastığını ıslatdığını deyirsə, o ağzı açıq yatır deyə. Ağzı açıq, ağzının suyunu axıdır. O başqa səbəb yoxdur. Parazit də heç bəzən heç parazit var, amma heç ağız suyu olmur. Möhkəm xəstə möhkəm yatır. Xəstə deməyək də normal olaraq insan möhkəm yatır.
e, dərin yuxu. O dərin yuxuda ağzı açıq qalır və ağzının suyu axır. Dərin yuxu onu daha çox daha çox görmüşəm bunu. O da gecə 8 saat dərin yuxu olmur. O 5 dəqiqə, 10 dəqiqə ola bilər, 20 dəqiqə ola bilər o dərin yuxu. O anda ola bilər. Alkala şəkərli diabetdə və insulin rezistentliyində vermək olarmı alkalanı? Alkalanın bilmirəm bu hansı həkim nəyə görə soruşur? Bunu verək nəyə insulin dirənci keçsin? Yoxsa insulin dirənci olan bir insan alkala içə bilərmi? Soruşur. Alkalanın tək əks göstərişi bir 3 aydan çox içməməkdir. Digər hallarda xronik bütün xəstəliklərdə asidoz əmələ gəlibsə ki, şəkərli diabetdə, insulin dirəncində və digər endokrin pozulmalarda vücudda asidoz əmələ gəlir. Bunu qaranlıq sahə mikroskopiyası ilə də rahat görə bilərsiniz. O durumlarda e, müalicədə alkalanı fon olaraq təyin etmək lazımdır. Əgər kardio açıqlığı varsa, xəstədə Hı həkim hı. soruşur ki, 20 yaşlı oğlan reflüksu var, Tamam. gastroendoskopiyada kardio açıqlığı deyilib. Bu hallarda nə məsləhət görürsüz? Onu qeyd Diliniz elədiyim əslində. müalicəni eyni. Gastrokomel travmel yeməkdən yarım saat sonra diliniz və yaxud heç travmel olmaya da bilər. Bir tək gastrokomel, 2 tablet yeməkdən yarım saat sonra ağzında əritmək. Və yaxud Sanovislə bərabər Nux Vomica yeməkdən qabaq, Sanovis yeməkdən yarım saat sonra və yaxud Nux Vomica yeməkdən qabaq, gastrokomel yeməkdən yarım saat sonra və s. Bunları istifadə edir. Yenə də burada qidalanmada önəmlidir. O seçəcək yeməyinin içindəki nə onun reflüksuna səbəb olur. Daha çox, yəni mədə şirəsinin artmasına səbəb olur. Digər sual xroniki xoralı kolit və Kron haqqdadır. Arzu xanım, mən fikirləşirəm ki, bunun üçün yəqin ayrıca webinarınız olmalıdır. Amma Nə yenə cür də sualı sualdır? oxudum. Oxuyum. Deməli, xoralı kolit və Kron xəstəliyində inteqrativ təbabətin yanaşması necədir? Əsas Hə, hansı bu bazis preparata üstünlük verirsiniz və müalicə taktikası necədir? Bu ayrıca bir seminardır doğrudan da ki, bu haqda da seminarımız olub bizim. Amma yenə də buna zaman yoxdur bunu danışmağa. Amma bir şey qeyd edeyim. Əgər klassik tip preparatları ilə sadəcə mesalazin ola bilər müalicənin içində. Digər preparatları demək olar ki, təbii ki, əgər xəstəxana şəraitində müalicə olmalı deyilsə, çox ağır bir ataq keçirtmirsə, sağalma istiqamətində rahat, yəni rahat müalicəyə tabe olan bir xoral kolit və yaxud Kron xəstəliyi idisə, mesalazin e, mesalazin daha çox istifadə edirəm. Təbii ki, Kronda başqadır, xoral kolitdə başqadır. Xoral kolitdə daha çox mesalazin və bizim bu klassik tiplə bərabər inteqrativ tibbin kombinasiyası ki, o da çox uzun bir etap bir müalicədir. Aha. Yəni doktorun webinarına həkim istəsə baxa bilər, xoral Bəli, kolit və köynədən Kronla bağlı. vebinarlarımız var. Orada bu haqda çox uzun danışmışıq hətta. Vebinarları təkrar YouTube-da axtarıb dinləyə bilərlər. Yəni inteqrativ tibb yazın YouTube-da. İnteqrativ tibbə abunə olun. E, Abunə olmasanız da zaten çıxacaq. Ümumiyyətlə abunə olun ki, bütün webinarlar gəlsin sizə və orada seçə bilərsiniz. Video hissəsindən Arzu xanımın xoralı kolit və Kron xəstəliyi haqqında geniş webinarı var. Bütün sxemləri də var, orada verilib, nəyə görə nə istifadə edə bilərsiniz. Digər bir sual da elə hesab edirəm ki, buradan cavab vermək məncə çətindir. Xəstədə sol qabırğa altında ağrılar olur, mədəsində köp olur, yanma hissi olur, nə vermək olar? O, İndividual məncə yanaşı yoxlanmalıdır da xəstə. bu mənim heç sevmədiyim, bəzən o bir Facebookda və yaxud Instagramda reklam olur. Əsasən də o bilirsiniz o Türkiyədə
İltihabi bağırsaq xəstəliyi qrupları var. O qrupda mənim bir hansısa xoral kolit haqqında və yaxud Kron haqqında bir paylaşımım olur. E, O dəqiqə mənə Messengerdən suallar gəlir. Dediyim kimi bu tip suallar gəlir. Filan preparatları 10 ildir Kron xəstəsiyəm. Filan preparatları istifadə edirəm. Hal-hazırda qarnımın sağında şiş var, köp var, nə bilim, gündə 5 dəfə tualetə gedirəm. Nə önərirsiniz? Ya bu cür bir qısa bir şeylə kimə nə önərmək olar? Eyni də bu tip qeyd elədiyiniz kimi bu şikayətləri bir araşdırıb diaqnostikasını qoyub ondan sonra da müalicəsini etmək. Çünki bir-iki preparat deyəndə, xəstə ondan effekt görməyəndə Hə, sonra da deyir adımız ki, effekti olmadı. çıxansın. Amma əslində yoxlanmalıdır xəstə individual. Düzgün istiqamətdə Hı müalicə hı. aparılmalıdır. Alkala haqqında bir sual da gəlib. E, Gün nə Bunu belə bir maraq var Alkalaya. Heç Alkaladan söhbət getməyib. açıqlayasınız. Yəqin xroniki xəstəliklərdə istifadə etməyi istəyirlər. Əslində toxuma asidozunu Hı götürmək -hı. üçün. Alkala mədə turşusunu azaldır. Əslində bağırsaqda açılan kapsul və ya tablet forması vermək düzgün olmazmı? Əslində biz Bizim onu elə tabletimiz vurğulayırıq ki, var idi, isti amma suda həll olanda, Arzu xanım, isti suda həll olanda o mədədən çox tez keçir. Elə məqsəd də ona görədir ki, o isti suda həll olsun ki, bağırsağa tez keçsin də. Bəlkə bizim sizin tablet öz variant var yanaşmanız. idi, amma yox elə elədir. Ona görə də isti suda həll olunur və axşam içilir. Bəzən reflüksun qabağını almaq üçün də alkalanı axşam içmək yararlı olur. Gecə kardi açıqlığı olan insanlarda bir də onun üçün yararlı olur bəzən. Bir də Axalaziya haqqında da, hə, aha. nəsə deyirdiniz Arzu Yox, xanım. bir də səhər yeməkdən direkt qabaq içilmir o. Yeməkdən 2 saat, 3 saat əvvəldən içilməlidir və yaxud gecə yatarkən içilir. Yəni mədə turşusunu yemək vaxtı heç bir şəraitdə pozmur. Axalaziya var 20 yaşlı oğlanda nə təyin edə bilər? Valla axalaziya dediyim kimi normal klassik müalicədir. Spaskoprel bəlkə təyin olunur. O da yeni başlayıbsa, başlamayıbsa cərrahi müdaxilədir burada. Köhnədirsə, ağırdırsa cərrahi. Klassik burada integrativ tip bu bir struktur pozulmasıdır. Kardiyanın pozulmasıdır. Bu açılıb bağlanmasını pozan bir durumdur. Burada integrativ filan dərmanla vəziyyətdən çıxılacaq deyə bilmərik. Hamı sizə təşəkkür bildirir Arzu xanım. Belə bir Sağ olun. həkim belə bir fikir də yazıb ki, növbəti vebinarı mikrobiotaya həsr olunsa olmağını istəyirlər. Mikrobiotaya normal faydalı bakteriya mikrobiotaya. Yəqin ki, hansı flora pozulanda nə verilməlidir? Yəqin suş kodlar haqqda. Yəqin bunu Hə, yazmaq istəyib həkim. Mən düşünürəm ki, onu yazmaq istəyib yəqin ki. yəqin ki, normal faydalı bakteriyalarla nə etməliyik? Poz azalsa nə olur, çoxalsa necə olmalıdır? Oldu. Oldu Başqa sualı inşallah. yoxsa görüşmək üzrə. Yoxdur, suallar. Görüşərik inşallah. Çox sağ olun Arzu xanım. Həkimlərə Sağ də olun. təşəkkür edirəm. Mən də təşəkkür eləyirəm səbirlə dinlədiyi üçün. Sağ olun, gecəniz xeyrə qalsın. Sağ olun, sağ olun.